Hörmətli Safe Talks dinləyiciləri, izləyiciləri, hər birinizi bir daha xoş gördük. Növbəti buraxılışımız bizim olacaq Dənizin qapısı sayılan Bozşef şirkətinin korporativ HC meneceri Anar Qarayev bəylə. Anar bəy, xoş gəlmisiniz. Xoş gördük. Biz artıq yəqin ki, bizim bundan öncəki podkastlarda izləmisiniz. Maksimum dərəcədə çalışırıq ki, təhlükəsizlik məsələlərinə diqqət çəkək, amma bunu həm ictimaiyyətə yaxşı bir formada, belə deyim, çox da sərbəst bir formada çatdırmağa çalışırıq və Anar bəylə bizim bəlkə də bir 10 ilə yaxın tanışdığımız var və Anar bəy həmişə sarkazm xarakterli sözləri ilə insanların, öz komandasının, ətraf komandaların, Bozşefin tərkibində çoxlu padraçı şirkətlər var. Hamısına fərqli mədəniyyətdə olan insanlara mən şahid olmuşam ki, HC mədəniyyətini formalaşdırmağa nail ola bilib. Hər kəsin el dilində söz vardır, uşaqla uşaq, böyüklə böyük. Eyni qaydada Anar bəy hər kəsdən uşaqla uşaq, böyüklə böyük ola bilir. Düzdür, uşaq işləmir Bozşefdə, amma amma var, bəli. Ritorik olaraq bəli, kifayət qədər uğurlu nəticə əldə edir. Biz bu günləri ümumi olaraq danışacağımız mövzular offshore fəaliyyətlərində risk qiymətləndirmələri, risklər üzərində hansı formada çalışılır və ikinci mövzumuz isə, daha doğrusu ikinci toxunacağımız məsələ isə near misslər barədə olacaq. Anar bəy, bir daha xoş gəlmisiniz. Çox xoş oldu sizinlə həm söhbət olmaq. Mən sizi salamlayıram. Tamam, təşəkkür edirəm. İnanıram ki, yəni bizim burada itərcimiz vaxt səmərəli olacaq və belə deyək də yaxşı pozitiv notlarla biz belə deyək görüşümüzü bitirəcəyik. Yaxşı fikir mübadiləsi olacaq və belə deyək çox da uzun müddətli də olmasa, amma bəlli bir müddət ərzində çalışdığımız, fəaliyyət göstərdiyimiz offshore mühiti, o cümlədən də offshore hazırlıq fəaliyyətlərimizlə bağlı fikir mübadiləsi aparacaq. Yəni belə deyək müsbət bir Mən ümid edirəm bugün sizdən çox şey öyrənəcəyik, Anar müəllim. Bilirsiniz, bizim də offshore az çox xidmətlərimiz olur. Bəlkə də sirlərindən biraz açarsınız burada. Onları amma bölüşməyəcək ki, bizdə qalsın. Bizdə qalsın. Bizim üçün hər zaman belə deyək də safetycilərin Azərbaycanda xüsusən də offshore-da işləyənlər var, offshore-da işləməyənlər var. Fəaliyyət sahəsi olaraq sənayenin digər sahələri var, orada fəaliyyət göstərənlər və mən heç bir zaman offshore-da işləməmişəm. Mənim üçün hər zaman maraqlı olub ki, offshore-dakı ümumiyyətlə əmək mühafizəsi üzrə şərtlər necədir? Çünki oranın xüsusi bir mühiti və hava ilə, ətraf mühitlə çox ciddi bir bağlılığı var. Eyni zamanda da özünə məxsus belə deyək də risk və kontrol, spesifik risk və kontrol arxitekturası var. Biz istəyərik ki, qısa da olsa o barədə ümumi olaraq offshore fəaliyyətlərdə əsas belə deyək də sayılan risklər, təhlükələr hansıdır əmək mühafizəsi üçün? Çox sağ olun mənim. Yəni belə deyək, normal biz yaşadığımız normal mühitdən fərqli olaraq offshore-un özünün qeyd etdiyiniz kimi spesifik riskləri var və spesifik belə deyək də həm təhlükələr, risklər, o cümlədən də onunla bağlı xüsusi hazırlıq tələb olunan meyarlar deyək, belə deyək, bunlar vardır. Ümumilikdə götürəndə risklərlə bağlı biz əgər müzakirə aparsaq, təbii ki, əgər hər hansı bir fəaliyyətlə bağlı dənizə çıxırsa və məlum bir quraşdırma işləri misal üçün aparılacaqsa bu istiqamətdə ilk öncə bizə həzid deyirlər, bilmirəm, həzid prosesindən keçirilməlidir. Yəni layihə ümumi təhlükə konseptini müəyyənləşdirir. Burada olur, hazard? Bu hazard identification deyilir. Burada belə deyək yüksək STM tərəfindən bu fəaliyyət, yəni bu workshop deyək, belə deyək, görüş tədbir təşkil olunur. Bu mühəndislər tərəfindən təşkil olunur. Və görünən belə deyək də, həmin layihənin icrası ilə bağlı görünən
və indiki mərhələdə olan təhlükələr müzakirə olunur. Müəyyən olunur, müzakirə olunur və onun hazırlığı ilə bağlı artıq digər sessiya deyilir, HIRA deyilir ona. Hazard Identification and Risk Assessment. Artıq burada riskin qiymətləndirməsi aparılır və çox maraqlı bir haldır ki, bunu belə deyək, layihə komandası aparır. Yəni STM burada böyük töhfələri var. Amma lead bu prosesi aparan belə deyək mühəndis heyəti. Əsasən mühəndis heyətidir. Və burada mobilizasiyadan belə deyək, mobilizasiyadan tutmuş, yəni dənizə çıxışdan tutmuş, qurğu ilə bağlı, nəqliyyatla bağlı, yəni gəmi təsərrüfatı ilə bağlı, o cümlədən də insanların hazırlığı, fövqəladə hallar və o cümlədən də evakuasiya prosesləri. Bütün bu riskin qiymətləndirməsi prosesində, HIRA prosesində bu müzakirə olunur. Yəni detallı olaraq. Ənənəvi riskin qiymətləndirilməsinə, hansın ki biz quruda biz təcrübədən keçiririk tez-tez. Buranın xüsusi təbii ki bəyanlandı, qeyd elədiniz. Bu təbiətlə bağlıdır, yəni hava ilə bağlıdır. Burada külək, o cümlədən dalğanın səviyyəsi, dalğanın təsiri, ümumiyyətlə qurlaşdırma işlərinə. Amma ikinci bir tərəfdən də və belə deyək, biz gərək unutmayaq onu, sosioloji faktorlar da var. Yəni insanların orada davranışı çox böyük bir belə deyirəm, bir faktordur. Yəni hətta ona qədər də müəyyən olunur hər hansı bir risklərmi deyək, o cümlədən də nəzarət tədbirləri. Qeyd elədiyim kimi bu həzr prosesində belə deyək, teoretik, ümumi görsənən risklər müzakirə olunur və onlardan artıq çıxan qərarlarmı deyək, boşluqlarmı deyək, artıq HIRA vasitəsilə ötürülür və qiymətləndirmə prosesi aparılır. Əlavə olaraq evakuasiya və belə deyək, təxliyə və rescue, xilas etmə tədbirləri üçün tamamilə başqa, amma həmin spesifik olaraq, layihə spesifik olaraq bir proqram hazırlanır o ilə bağlı. Orada işçi sayının müəyyənləşdirilməsi, işçi sayına görə fövqəladə vasitələrin müəyyən olunması, o cümlədən də evakuasiya üçün lodkaların müəyyən olunması, yəni bütün bu aspektlər detallı olaraq müzakirə olunur və razılaşdırılır. HIRA-nın sonunda təbii ki, hər hansı bir tədbirlər yerinə yetirilməyibsə, bu halda tədbirlər planı hazırlanır. Tədbirlər planında artıq belə deyək, fəaliyyətin və ya tədbirin kritikliyinə asılı olaraq bəlli bir zaman qoyulur. O zaman ərzində də tədbir yerinə yetirilməsi belə deyək, tələb olunur. Son mobilizasiya üçün isə artıq biz sabahlar, misal üçün belə deyək, bu günlərdə və yaxın gələcəkdə biz dənizə artıq çıxırıqsa, hər hansı bir quraşdırma işləri ilə bağlı fəaliyyətimizə start verilməsi üçün bizdə go-no-go mitinqlər keçirilir. Yəni anında qərar vermək üçün. Başlayaq yoxsa yox? Real zamanlı qərar vermək. Go-no-go. Yəni biz gedirik, yəni artıq hazırlıq yoxsa yox. O traffic light deyirlər adətən. Traffic light actionların hansı qırmızıdır, hansı yaşıldır, yaşıldırsa artıq bu tədbir bağlanıb, bu ilə bağlı əminlik var, artıq əminlik var ki, biz işə başlaya bilərik. Bu proseslər əsasən baş verir quruda. Amma getmədən öncə bütün bu hazırlıqlar hamısı baş verir quruda. Amma artıq dənizə gedərkən quraşdırma vaxtı və ya fərqi yoxdur, hansısa bir zamanda müəyyən bir risk yarandığı halda, yəni qurudakı qədər bizim imkanlarımız məhduddur orada. Artıq orada belə deyək, yerində qərar vermək məsələsi çıxır ortalığa. Orada artıq last minute risk assessment. Last minute risk assessmentlər təbii ki, çox bir maraqlı bir fakt var ki, məsələn, biz quruda fəaliyyət göstərdiyimiz zaman və dənizdə mən bir şeyə fikir verdim. Management of change dəyişikliklərin idarə olunması dənizdə çox oldu. Belə deyək, nəinki quruda. Dənizdə daha çox dynamic risk assessment prosesi ilə işlənir də. Bəli. Dynamic risk assessment, yəni artıq yerində qərar vermə və hər an qərar verilməsi məsələsi də RSS deyirlər, Responsible for Safety. Yəni bütün belə deyək, nətər deyirlər, bu babadır da belə deyək, bu platformanın atası, ağsaqqalıdır və təbii ki, yenə deyirəm, ağsaqqal çünki bu adamın
həm mühəndis, həm gəmi nəqliyyatla bağlı, həm platformanın özü və quraşdırılacaq və hər hansı bir elementin ilə bağlı tam məlumatlı bir şəxsdir. Təbii ki, ona bir illər təcrübə tələb olunur. O cümlədən də əmək mühafizəsi ilə bağlı, texnik təhlükəsizlik ilə bağlı yetərincə biliyi olan adamlar cəlb olunur bu işlərə və həmin o insanın belə deyək də son qərarına əsasən bu bütün proseslər Ciddi məsuliyyətdir. Həddindən artıq ciddi məsuliyyətdir. Böyük məsuliyyətdir. Qonu verilməsi bir şəxs tərəfindən bəli. Real əməliyyat zamanı baş verən risklərin, daha doğrusu risklərə qarşı ən effektiv tədbir hansılardır? Sürətli qərar vermə, təhlükəsizlik protokolları, bunların üzərindən danışsaq, biraz daha açsaq, burada daha çox hansı proseslər qabağa çıxır? Belə deyək, hər hansı bir riskli bir hal varsa, təhlükəli bir hal varsa, təbii ki, stop work bu belə deyək, siyasəti ortalığa çıxır. Bu birinci. Bəli. Amma ola bilər ki, sən anlamırsan bunu, saxlamırsan ki, yəni belə deyək də, ondan ötürü səni heç kim cəzalandırmamalıdır, deməməli ki, niyə saxlayırsan işi falan belə. Hər bir şəxsin belə deyək, işi dayandırması üçün haqqı var. Amma son olaraq qərar müzakirə olunması yenə də risk assessment iclası çağırır, belə deyək də, müzakirələr aparılır, əgər vaxt varsa. Yox, əgər yerində bu qərarı qəbul eləmək lazımdırsa, onda yüksək pozisiyalı, RSS səviyyəsində olan adamlar qərar verirlər ki, bir şəkildə hərbidəki qaydalar kimi, yəni döyüşün ortasında, yəni son anda qərar vermək var, səngərə çəkilib qərar vermək var. Yəni bir balaca ona bənzər. Həqiqətən çox ciddi məsuliyyətdir. Yəni belə deyək də, sənayenin digər sahələrində risk dəyərləndirməsi məsələsi, qərar vermə prosesi elə başa düşürəm, dənizə görə offshore üçün daha rahatdır. Daha rahat. Və burada başa düşdüyümüz bir dənə məsələ də var ki, ənənəvi olaraq belə deyək də, xüsusilə yüngül sənayedə belə düşünülür ki, əmək mühafizəsi üzrə şəxs bütün məsələlərin, yəni safety belə deyək də, safety dedinsə o adamdır. Bir dənə o da. Amma burada başa düşülür ki, burada mühəndis ekibi, komandası, mühəndis ondan sonra qurğu işləri ilə məşğul olan adamlar da ən azından əmək mühafizəsini rəhbəri qədər, yəni bilinçli adamlardır ki, artıq öncəki prosesləri onlar aparırlar. Çünki yüngül sənayədən çox ciddi şəkildə fərqi budur. Bəli. Neft sənayesinin fərqi odur ki, orada hər kəs bunu bilmək məcburiyyətində. Necə ki, təyyarədə hər bir ekipaj üzvü, hər bir komanda üzvü əmək mühafizəsi və safety sahəsində yetərincə insanların təhlükəsizliyinə dair tam məlumatlıdırlar, pilot qədər. Böyük fərq ağır sənaye ilə yüngül sənayedə elə başa düşürük ki, bax bu məsələdir ki, burada bizdə belə bir hər zaman anlayış var. Safety, əmək mühafizəsi hər kəsin işidir. Sonra onun da bir zarafatı var. Hər kəsin işi olan şeydir. Heç kimsənin üzərinə sahiblik götürmədiyi bir işdir. Lakin burada anladığımız qədərilə bu hər kəsin belə deyək də işinin bir hissəsidir, yəni bir faizidir, işinin məsuliyyətidir. Bizim sonuncu bu Abşeron layihəsində çox bir maraqlı bir belə deyək, İngilis ona interface deyilir, belə deməli gəmi bir qurumun layihənin əsas podratçı təşkilatı Boşev həvalə edir dəniz qurğularının quraşdırılması üçün digər şirkətə və belə deyək də, biz də əsasən işimiz də yaxın az neft, belə deyək, neft daşlarının yaxınlığındadır. İndi bu 3-4 dənə belə deyək də qarşılıqlı interfeysin idarə olunması məsələsi də var. Çünki və orada qərar qəbul eləmək məsələsi var. Koordinasiya məsələsi. Koordinasiya, kommunikasiya. Siz təsəvvür edin ki, platformanın yaxınlığında belə normalda belə praktikada belə 500 metr radiusunda heç bir əməliyyat aparılmamalıdır. RSS-in icazəsi olmadı. İndi ikinci bir tərəfdən də ki, çox uzun müddət təcrübəyə malik bizim quraşdırma kontraktorumuz bu işi görür. Bunun da özü ilə bağlı, fəaliyyəti ilə bağlı, tənzimləməsi ilə bağlı, bunun da özünün belə deyək də, deyiləsi sözümü deyək, işlərimi deyək var.
dalınca Azneftin neft daşlarının özünün fəaliyyəti, yəni gündəlik fəaliyyəti. O cümlədən də sifarişçinin gözləntiləri, Boşrelfin də öz tərəfindən də işlərini, bütün bu prosesləri aparması, yəni belə deyək, həddindən artıq böyük interfeys tələb olunan bir fəaliyyət idi. Uğurla biz belə deyək, layihəni yerinə Belə bir yetirdik. şey soruşum sizdən. Bu bir neçə şirkətin iştirak etdiyi çətin və əzəmətli prosesdə ümumi olaraq qarşılaşdığınız hadisələr daha çox nələr üzərinə olur? Yəni 20-silər, drop objektlər, hadisələrlə bağlı. spacelər və bu кейslər üzərindən biraz danışa bilərsiniz məsələn? Bizim əsas belə deyək bir qurum var, IMCA adlanır, International Marine Contractors Association. Yəni bunların belə dənizlə bağlı. İndi bizim Azərbaycan məfhumunda belə Azərbaycan çərçivəsində biz bunu əslində dəyərləndirməyimiz düzgün deyil. Biz ümumən belə baxanda dünya üzrə biz baxanda imkan hesabatlarından onlar 198 dənə səhv eləmirəmsə qurum bunların belə deyək üzvüdürlər. Yəni bunlar mütəmadi olaraq bunlara alertlərini öz belə deyək də özlərində baş verən hadisələri bunlara sərgiləyirlər, göstərirlər və onların statistik analizindən belə göstərir ki, əsasən texnoloji proseslərdən baş verən hadisələrdir. Amma texnoloji proseslərin də altında insan faktoru və belə deyək də idarə etmə üsullarının düzgün idarə etməyə yanaşmasının düzgün aparılmamasıdır. Belə ümumən belə bizim dilimizdə belə statistik belə baxanda isə əsasən line of fire deyirlər. O ateş xətti məsələlərindən bağlı. Nəyinəsə vurulma, nəyinəsə dəymə və ya belə deyək də özünü hansı bir təhlükəli bir vəziyyətdə enerji sourcelar deyirlər də əsas enerji mənbələrinin yanında qalması və bu tür hadisələr baş verir. Yəni bunlar çox əksəriyyət təşkil edir. Amma ikinci bir tərəfdən də məsələn elə dənizlə bağlı, dəniz nəqliyyatı ilə də bağlı təqribən bəlli bir faiz var orada ki, hadisələr baş verir və əlavə də təbiətlə bağlı, yəni təbiətin bu onun üzərində məsələn küləklə bağlı mı deyək, təqribən 20% də heç yoxdur. Mən statistik analizə baxanda təbii şəraitə görə 20%. Çünki zaten bayaqlar mən dediyim o həzr və hayra proseslərində isə əgər biz fəaliyyəti, hətta fəaliyyət əgər bir günlük işdirsə, heç bir günlük də ola bilməz. 4 saatlıq hər hansı bir qurğunun nəyisə qoyursansa, ona biz dənizdə ona 3 günlük weather window deyirlər, hava pəncərəsi deyirlər. Yəni bu qədər vaxt ayrılır ki, yəni bizim imkanımız olsun ki, bunu vaxtında çatdıraq. Ola bilər kranla bağlı problem olsun, ola bilər insanlarla bağlı, ola bilər kran tərtibatı ilə problem olsun. Ona görə də və biraz gecikmə olsa, gəlib həmin o belə deyək də küləkli havaya çıxar, küləkli havadan görə əməliyyat dayanması tələb olunur. O yüzden biz deyirik ki, bəlli bir 3 gün mü deyək, bir həftə böyük əməliyyatlarla hətta bir həftəyə qədər də bu ola bilər. Amma 3 gün weather window saxlayırlar ki, hava üçün ki, yəni rahat əməliyyatı apara bilsinlər. Yəni hava haqqında məlumatı dövlətin seysmologiya idarələrindən alınır, yoxsa hər platformada ya da gəmidə xüsusi qurğular var bu Dəniz və Liman Agentliyi verir əsasən məlumatı. Dəniz Agentliyi verir. Milli mərkəzi var onun. Mərkəz verilir. Yəni dəqiqlik nə qədər olur? Dəqiqlik %100 dəqiqlik də o cümlədən də neft daşlarında da əsasən mən bildiyim qədər də neft daşlarında da belə bir stansiyalar var. Onlar belə deyək mütəmadi mövcud vəziyyətin ölçülməsi üçün. Hətta məlumatlandırırlar məsələn gəmilərə ki, bəlli bir sürədə bir neçə gün və ya bir hansısa bir müddətdə külək olacaq, siz bir külək tutmayan yerə sığınacaq kimi gedin bir dayanın bir yerdə. Yəni o siqnala qədər məlumat verilir. Bu işin dayandırılması hansı küləyin hansı sürətində və yaxud dalğanın hansı hündürlüyündə baş tutur? O müxtəlif belə deyək, yanlışmalar var. Bizdə baxır istifadə olunan qurğu avadanlıqlarının texnoloji vəziyyətinə. Belə deyək də ölçülər var 11 metr saniyədə quruda əsasən, amma biz danışırıq ki, okey biz hər hansı bir əməliyyat edirik və bununla insanlarla bağlı fəaliyyət varsa, biz bunu
evakuasiya Bəli. məsələsi də var. Bunu xilas etmə də var. Deməli biz xilas etmə olan avadanlıqlarımızı da nəzərdə tutmalıyıq ki, onların nə qədər imkanı var Bəli. küləkdə və dalğada bunu şeyləsinlər. Müxtəlif yanaşmalar var və müxtəlif belə deyək də bəlli bir kriteriya yoxdur ki, məsələn 14 deyək metr saniyədə, 20 metr saniyədə biz dayandırmalıyıq. Yox. Əsasən prosesin belə deyək, hansı avadanlıqlarla və hansı kran vasitələrlə sən aparsa, onunla qiymətləndirilir. Bu sahədə belə bir normativ varmı? Deyək ki, platformada 100 nəfər var. Bu 100 nəfərin neçəsi safety mütəxəssisi olmalı. İşi ancaq safety fərqli sahələri ilə məşğul bir normativ olur orada, yoxsa qanunvericiliklə tənzimlənir iş sahəsi? Belə normalda dünya praktikası OSHA-nın tələbləri 50-nin 1-ə nisbətdir. Amma ola bilər ki, elə bir fəaliyyət olsun ki, orada 30 nəfər adam olsun, amma 2 dənə səhlənmə işçi OSHA-da ümumi tələbdir. Bu ümumi tələbdir. Yəni ümumi tələbdir 50-nin 1-ə. Amma məsələ burasındadır ki, ola bilər ki, fəaliyyət elə bir kritik fəaliyyət olsun ki, ora birdən artıq adam cəlb olunsun. Yəni o da olur. Ola bilər məsələn hər hansı bir palubada belə gəminin göyərtəsində belə işdir. Ora yəni lazım deyil. Yəni rutin belə deyək də normal gündəlik işlərdir, sonra tələb olunmur. Amma normalda yəni o kriteriya da 50-nin 1-ə əsasən onunla tənzimlənir. Mən bir şey demək istəyirəm ki, məsələn o insanların həmin bayaq müzakirə etdiyimiz məsələlərdə insanların davranış məsələsi çox böyük bir məfhumdur. Bilmirəm bu çəkilişə də uyğun gəlir yoxsa yox. Bizə quruya həmişə biz əsasən quruda biz görürdük bu hazard observation kartlar gəlirdi bizə də. Bir dəfə bizə bir report gəlib ki, bəs xahiş edib bu PlayStation-lərin disklərini dəyişin. Həqiqətən bir hazard observation kart gəlib. Biz baxırıq, deyirik, biraz deyirik, fikirləşirik ki, keyfdədirlər də bu dənizdəkilər də. PlayStation oynayırlar, PlayStation oynayırlar, deyirlər ki, dəyişin də bu bezdir. Onlar o mənada deyir. Psixoloji faktor var, hə? Biz deyirik ki, bunlar keyfdədirlər ki. Amma artıq sən dənizə gedəndə, həmin o mühiti yaşayanda, həmin o təcrübəni yaşayanda görürsən ki, həqiqətən də bunların gərək PlayStation disklərini gərək gündə dəyişdirlər də. Yəni insan doğrudan da normal mühitdən, normal şəraitdən təcrid olduğuna görə olunur. Və bu təsəvvür edin ki, hər dəfə hər simenə gələndə eyni oyunları oynayır. Artıq bu bütün levellər keçib, bütün səviyyələr keçib. Amma artıq bezib də bu adam. İndi prosto yazıb ki, mənə təzə PlayStation belə deyək, diskləri verin. Burada quruda adamı gülmək tutur. Amma orada ciddi psixoloji faktordur onlar üçün. Ciddi psixoloji faktordur. Psychological safety-nin önəmi. Bu normal bir haldır ki, bunlara yeni belə deyək, oyun mu deyək, yeni bir kino mu deyək. Titanic kinosuna baxmısınız? Bəli. Siz oradakı kapitanı tanıyırsınız da siz. Yadımızdadır. Yəni ağsaqqal bir, nurani bir kişi. Yəni axırda da gedir, yapışır gəminin qaritmə. Tələf olur, bəli. O Edward Smith, mən o bir neçə dəfə safety momentini eləmişəm onun, Titanic-lə bağlı. Deməli, bu Edward Smith Titanic-i batırmamışdan qabağı, belə deyək də, təqribən 20 dəfə bu naruşen eləyib. Yəni, belə deyək də, qəza törədi. Yəni, bildiyimiz qəza törədi. Mən sadəcə onu İngiltərənin gəmi məfhumu, yəni gəmi anlayışı, ümumiyyətlə dəniz nəqliyyatı, yəni bunlar tarixən, belə deyək də, qabaqcıl bir təcrübəyə malik olublar. Və bunun yəni, motivasiyası nə olub? Yəni, Titanic'in batırmasında bu kapitanın böyük, belə deyək, töhfəsi olub. Bilirdiniz onu yoxsa? Yox. Və bunun əsas, bu iceberglərlə toxunur. Bunun instruksiyası ondan ibarət olub ki, bu 10 mil sürətlə keçməlidir iceberg olan yerlərdə. Yəni, bu instruksiya belə təlimat. Bu 30-la gedib həmin o yol. Və bundan qabaqki hallarda da bu bir neçə dəfə bu qəza törədib.
İndi sadəcə olaraq mən həmişə özümə sual verirəm ki, yəni necə kapitan yox, başqa bir kapitan yox idi. Niyə Sən misal yoxsa- reportlayan olmuyor, hə? Hə, yəni report da olunub, yəni dövlət səviyyəsində gəmilər olub, yəni hərbi gəmi də olub bunun içində, yəni. Amma bu elə Rüstəm Adamın elə 30-a yaxın eləyə şeyi var, hadisə hadisəsi törədə var. gedir. Bunların Bəli. içərisində 30-a yaxın hadisəsi var. Bunların içərisində 20-si də var, accident olan da var. Birimiz əməli başlı gəmi belə deyək korpusu ilə girir başqa gəmiyə məsələn. Bu digər belə deyək araşdırmalar da aparılır. Ən çox maraqlı. Amma- Arxasınca amma danışmaq bu- olmaz. Hə, Batırıb gəmini. amma bu adam nəyə görə bunu eləyir? Yəni bu axırıncı Bəli. sonuncu Titanic nəyə görə belə bir sürətlə bunun idarə olunmasını təmin edir? Sadəcə olaraq başqası bəlli bir vaxt ərzində keçib Atlantik okeanı, yəni Southamptondan New York şəhərinə. Bəli. Bu da onun Daha rekordunu tez- qırmaq istəyir. Daha tez gedəcəm. Daha tez gedəcəm və hətta bəzi fövqəladə elementlərini, yəni gəminin bu çıxardıb, yəni kənarlaşdırma, şlüpkalar yoxdur, onları daha yüngülləşdirmək şey üçün olsun, sürətli olsun. Bəli. Təcrübəsiz komanda, nə bilim, sizə deyim, yəni Təhlükəsizlik gec qərar qaydaları. vermə məsələləri olub. Yəni ona görə də bax bu təqribən 1700-ə yaxın adam tələf oldu, amma hansı ki xilas eləmək olardı onları, çünki yetərincə texnik imkanlar var idi. Və ya aşağı sürətlə hərəkət eləsə bəlkə zərbə Olmazdı, yəni. əzməzdi o qədər də. Olmazdı. Yəni Kimsə kimsə manevr etmə qabiliyyəti yüksək dörd- götürülür də. hə 4 Bir gün 30-la getmək. 4 gün 30 su dolub, bilirsiniz nə? 4 gün belə deyirik, gəmi Titanic yazıb, 4 gün su doldu, qalan ondan sonra batdı getdi də. Yəni, yəni dediyim nədir? Yəni kapitandır da bu. Yəni bu idarə edən, yəni bu indi burada bir neçədən element var ki, məsələn bu illərlə bunu qəza törədə gəlir və təzə buna gəminə verirlər ki, ala idarə elə. Yəni bu mənim üçün şəxsən bu maraqlıdır. Bəli. İkinci bir tərəfdən də heyət olaraq da kapitana qulaq asmaq. İndi biz təbii ki kinoda baxmışıq, nə bilim, orada bəzi belə deyək də bunun qəhrəmanlıq səhnələri falan ki, idarə eləyir sona Amma kimi, realda amma işdə realda elə elə deyil. Yəni Çünki realda bu adam filmin məqsədi onun barəsində danışmaq deyil, onu orada bir süjet onu olaraq. süjet olaraq göstərmək. Adam tarixi oxuyursan, yəni tanış olursan, onu safety momentlə bağlı mənim verdilər. Yəni doğrudan da maraqlı gəldi ki, bu Aramis Titanic'in sən 4 günün gəmisini götür, sür. Şeylə gəmi. Elə bir ki, Apar gir buzluğa. apar gir buzluğa. Ya çox belə şeydir. Yəni Xüsusi şəraitlərdəki bu kapitanlar və yaxud da hətta bəzi yerlərdə aşpazlar belə çox əhəmiyyətli şəxslərdir. Elədir mən. Mən Mətbəx yanğını çıxartsa, aşpaz onun əslində kifayət mən o edir. psixoloji faktordan bayaq danışırdıq, o PlayStation məsələsi. Mən Yaponiyanın Antarktikadakı deleqasiyasının baş şefi ilə söhbətim olub, şəxsən danışıq biz onunla. Bir neçə dəfə də dünya çempionudur. Buzdan böyük heykəllər düzəltmək üzrə çox maraqlı bir yoldaşdır, Yapondur. Bu şefdir, 30 ilə yaxın şefdir. Onun izahı budur ki, onlar getdikləri nöqtə təbii ki, atom buz qıran gəmisi ilə gedirlər və bu ildə bir dəfə ora gedilir. O şef olaraq ora bir illik yemək aparmaq, tədarük etmək məcburiyyətindədir. Şəxslərin dietik profilini bilmək məcburiyyətindədir. Hətta orada vəfat etsən belə geri ancaq bir ildən sonra gətirirlər onun saxlanış yerləri falan. Məsələ burada nədir? Orada deleqasiyanın texnik məsələlərinin başındakı belə deyək, şef başqadır. Onun texnik sahədə məsuliyyəti böyükdür. Amma bütün komandanı, o şəxsin özünün belə orada yaxşı əhval-ruhiyyədə qalması üçün tək yeganə orada imkan qidalanmadır. Sənin insanlara verəcəyin qida ilə, şirniyyatla, fərqli yeməklərlə sən onların abu-havasını yüksək tuta bilirsən. Ana qeyd edirdi ki, platformaya gedəndə biz başa düşürük ki, bunlara hərdən yox, hər gün təzə oyun göndərmək lazımdır. Və o bunları müfəssəl izah eləməyə başlayanda məsələnin ciddiyyəti vahimə şəklini alır hətta. Yəni bir də o dənizdən fərqi başqadır. Dənizin bir gözəlliyi də var, çıxırsan, amma düzdür, baxırsan ki, hər tərəf sudur. Burada da çıxırsan, hər tərəf qar və o qar səni suya öldürə bilər. Məsələ burasındadır ki, yəni şirkət olaraq, yəni belə deyil, həm standartların tələbi, həm şirkətin özünün səthən mədəniyyəti ilə bağlı, təşkilati mədəniyyətin belə yığanda bir yerə. Yəni nə qədər şirkət və standartların tələbinə əsasən şirkət təşkil edir sənin üçün o mühiti, yəni dənizdə. O deyil.
Yəni yenə də sən belə deyək də pəncərəni açırsan, o Robinson demiş, opet Bramore'dir. Yəni yenə də dəniz, dəniz. Hər tərəf dəniz. Mən o təcrübəni yaşamışam. Mən özüm ixtisasca gəmi sürücüsüyəm, gəmi kapitanıyam. Düzdür, ona elə bəlkə də ona görə getmədim mən ixtisasımdan ancaq, amma uşaqlıqdan həqiqətən də həvəsim oldu, belə sevgim oldu. Mənim təcrübə müddətimdə ilk səfərim 18 nəfərlik heyətdə 32 gün çəkmişdi. 32 gün 18 nəfərin üzünü görürdüm. Düşürdüm aşağı qalxırdım. Eyni adamlar. Yəni və o dərəcədə psixoloji sarsıntı keçirmişdim ki, mən gəldim limana ayağımı basar-basmaz insanlara baxanda özümü zombi kimi hiss edirdim. Ki belə fərqli formada görürdüm insanları, sevinirdim. Belə qəribə duyğular yaşayırdım həqiqətən də. Yəni bu hardasa adaptasiya dövrü 3-4 gün çəkdi. Yaradılış deyə bir şey var da. Bizim yaradılışımızda əgər insanlıq gəminin dənizin ortasında yaşamırsa və Antarktikada yaşamırsa, bu da bir Allahın bir hikmətidir əslində. Bizim bəlkə də DNA-imizdə, kodlaşdırmamızda, DNK-mızda, o kodlaşdırmamızda belə yaşayış yoxdur. Biz bunu süni eləmişik əslində. Məsəl üçün, əminəm ki, meşədə gedib yaşasaq, o hissləri elə hiss olmayacaq. Çünki orada görə biləcəyin çox şey var, çox fəaliyyət var. Ancaq dənizin ortasında uzun müddət, buzlağın ortasında uzun müddət və burada da süni prosesdir bu. Bəlli bir vaxt verirlər, 15 gündən orada. 15 gün. Offshore-da elə olur da. Amma ticari gəmişlikdə elə deyil Danar müəllim. Bir də görürsüz ki, səfər çəkir, yəni getdin, bir ay lövbərdə duran gəmilər olur. Durub lövbərdə şəhəri görür, sahili görür. Sahilə gedir, gəlir. Amma yox, gedə bilmir. Biraz məsafədə durur. Lövbərdə dənizin ortasında lövbərdədir. Uzaqdan sahili görür və heyəti görür. 12 nəfər, 18 nəfər. Nə bilim, avtomatlaşdırılmış bir gəmi istehsal etmişdi Yaponlar, yoxsa Çinlilər səhv etmirəmsə. 6 nəfərlik heyətdən ibarət idi. Oradakı heyət ilk səfərdən işləməmə qərarı almışdılar artıq. Çünki 6 nəfər heyət təsəvvür et ki, bir səfərin sənin 20-25 gün çəkir, 20-25 gün 6 nəfərlə nə danışasan, nə edirsən? PlayStation-dan da qurtarmaq olmur da vəziyyəti. Kitab oxu, nə Kosmosa gedənlərin vəziyyəti laf ağırdır elə başa düşür. Kosmosa gedənlər əlbəttə ki, orada beynəlxalq mərkəzdəki məsəl üçün daha bəli. Orada sətlənmə digər yanaşmalar. Fərqli o başqa bir yanaşma, başqa bir standart. Və insanların orada belə psixoloji hazırlığı da tamam fərqli olmalı. Orada çox ciddi hazırlıq öncədən olmalı. Fiziki və psixoloji hazırlıq çox əhəmiyyətlidir. Burada əsas olan belə deyək də bir mədəni immunitet formalaşdırılması lazımdır platformalarda, offshore ümumiyyətlə insanların. Bu mədəni immunitetin formalaşdırılması üçün də müxtəlif alətlərdən artıq istifadə olunur. Dediyiniz kimi, məsəl üçün fərqli yeməklər, ona görə də offshore-da yeməklər fərqli, həmişə üst düzey olur. Yəni çox fərqli dadlar, fərqli şirniyyatlar, fərqli menyular, fərqli dünya mətbəxi. Buna çox diqqət yetirilir. Paralel olaraq idman üçün şəraitlərdə fiziki aktivlik üçün yer yoxdur orada. Müəyyən bir sürədə gəzməyə, yoldaşların platformalar onda vertolyotkada imkan olanda hər hansı bir yerdə bir quru qatırlarda belə deyək də o şey ayaqlar işləməlidir bütün günü oturub bir də maaş məsələsi təbii ki. Salary məsələsi olur, yüksək olur orada. Təbii ki. Qarşılaşdıqları çətinliklərə görə. Onların xüsusi belə deyək də 1000 nəfərin içindən seçə biləcəyin o kriteriyalara cavab verəcək o psixoloji, fiziki hazırlığa və o təlimləri olan təbii ki, bunlar çox əhəmiyyətlidir. Maraqlı idi bizə başınıza gələn bir ciddi bir məsələlərdən bölüşə bilsəydiniz bizdən və onun necə, məsəl üçün, hansı bir deyək ki, risk yaranmışdı, onun idarə etməsində necə qərarlar verirdiniz və bu prosesdə belə deyək də əlinizdə yetərincə belə deyək də güc varmı qərar vermək üçün? Çünki bəzi qərarlar hər zaman düşünülür ki, yuxarı rəhbərlik qərar verməlidir bəzi şeylər, amma burada insan həyatı olduğu üçün artıq vəsait, kar, gəlir, xərclər ikinci plana keçir insan həyatının əhəmiyyəti. Bu proses necə baş verir? Məsəl üçün, orada bir real... Bizim yəni son layihədən mən nümunət çəkərəm. Bəli, yəni bir gəmi bir neçə dənə belə deyək də platformanın quraşdırılması prosesində o cümlədən deyək də o gedib gəlmək məsələsi var platformanın. Onlar təbii biz belə deyək də kiçik bir həcmli bir jack-up barjalar deyirlər. Onlardan istifadə edir.
Orada da yəni rahatcasına sən işləyirsən falan belə gəmidir, barjadır. Ayaqları var, dörd dənə ayaqları var. Dörd ayağını qaldırır. Çıxır gedir dənizin harda istəyirsən dayana bilər. Təzədən yenə ayaqlarını qoyur yerə və dayanır orada. O ayaqlar o qədər uzundur ki, dənizin. Bəli, yəni belə deyək, qısa dayaz bir nöqtələrdə 30-40 metrə, 50 metrə zonalarında bu dayanır. Yəni həmin layihənin də imkanı var idi ki, bu caqab barjalardan istifadə etməyə. İndi bu gəlib və dalıca da bunun bizim digər podratçı təşkilat, hansı ki bütün gəmi nəqliyyatı ilə bağlı bizə dəstək dururdu, gəmi ilə bağlı. Onların da heyətləri dayanıblar və bunların belə deyək də hamının bayaq dediyim kimi özünün öhdəliyi var, taskı var və yerinə yetiriləcəyi işlərin limitləri var. Dəniz bunlarla amma baxıb görürsən ki, bunların arasında bir interfeys mi deyək falan deyək, zəifdir, yoxdur. Kommunikasiya zəifdir. Yəni həmin bu ilə bağlı bəli bizdə o müəyyən hallar oldu. Hansılar ki biz yenə də bayaq dediyim kimi RSS ərazi üzrə rəhbər heyət, o cümlədən də klientin nümayəndələri və baş podratçı nümayəndələri bir masaya gəlib bir müzakirə aparandan sonra artıq bəlli bir ardıcıllıqları, prioritetləri müəyyənləşdirəndən sonra işə davam eləməsi prosesi, yəni belə deyək, sanksiya verildi. Təbii ki, yenə də RSS tərəfindən. Mən bir şey diqqət etməliyəm. Bu Covid vaxtı offshore məsələsi, onda da o lap pik idi də insan sosial, 14 gün psixoloji məqamın, yəni siz təsəvvür edin ki, biz o vaksinasiya mı deyək, filtrasiya mı deyək, bütün hamısını eləyirdik ki, dənizə belə deyək də steril bir şeydir. Təsəvvür edin ki, gəmi hazırlaşıb, bütün bu bayaq mən qeyd edildiyim hazard, hayra, bütün də artıq hər şey qono-qod olub, gəmi çıxır. Və orada da necədir? Məsələn, mən sadəcə olaraq vizitoram, gəmiyə bəlli bir məsələ ilə bağlı gəlmişəm. Orada green line-lar və red line-lar var. Yəni sən bura gedə bilərsən ancaq. Yəni bu xəttlə gedə bilərsən, qayıdıb gələ bilərsən geri sahilə. Yəni gəminin üstündəki adamlar hamı belə deyək təmizdir də. Yəni bunların heç bir testləri var, vaksin var, həkimin yoxlanışından keçiblər. Yəni bunlar dənizə gedirlər. Belədə də bir nəfər yoldaş bir hansısa bir podratçı təşkilatdan inspeksiya məqsədi ilə gəlir. Amma bunun üçün ayrıca red line düzəldib. Yəni sən gəlirsən, yanında deyək, kran idi ya da hansısa bir vasitədə gəlib, baxıb getməli idi bu adamda. Bu adam gəlir, keçir, belədə də kimsə görür dostlarından, bunlar görüşürlər. Siz təsəvvür edin ki, aləm dəyir bir-birinə, təzdən yenə də test, bütün o gəmi heyəti, yəni ehtimal var ki, burada nəsə yoluxma ola bilər falan belə. Təzdən yenə də bütün gəmi heyəti düşür, mobilizasiya dayanır və bütün bu resurslar hamısı, belə deyək, çəkdiyin çabalar hamısı getdi. Təzdən yenə də, yəni bu protokoldur, yəni protokol bu. İndi bu yoldaş hansı ki, gəlib görüşüb eləyib, deyir ki, kaş onu görməyərdim də. Yəni mən bu qədər konsert çıxartdım da burada da. Bütün milləti məavələ, hamı da oturur, dənizə getmək istəyir, dənizi gözləyir. Gedim, gəlim rahat. Covidin o, belə deyək də, ən belə razqar vaxtındadır. Ailəsindən kənar qalır falan, atasından, anasından, ailəsindən. Yəni dediyim odur ki, yəni hamı həm psixoloji stressdədir, həm dənizə getmək istəyir də. Yəni qutaraq da bu, çünki dənizə hazırlıq prosesi də bir uzun müddətli bir prosesdir. Və dalıca da bu da gəlir ki, və dostumu görmüşəm, uzaqdan salam, həmin bu red line-ı keçəndən sonra aləm dəyər bir-birsin, hamını boşaltırlar təzdən yenə də. Orada əslində belə deyək, bir learning nöqtəsi də var ki, yəni o sistemi qurmaqdan başqa bir də monitoring mexanizmi də güclü olmalıdır ki, belə, yəni əgər o bizim üçün kritik kontrol nöqtəsidirsə, ki, birinin gəlib başqası ilə təmas etməməsi, yəni onunla məsələn nəzarət mexanizminin daha güclü olması gərəkirdi ki, Təbii, amma yəni burada insan faktoru da var ki, bizdə var axı o belə bir müddət gördünüz, Coviddən sonra heç kimdən belə salamlaşmır da belə.
biraz belə şey, ya belə ümumiyyətlə belə salam belə. Unlearn. Bu Unlearn eləmişdik. Amma Coviddən təzə sonra, yəni Covid bu pandemiyası oldu. Cəmaət hələ öləşməmişdi. Yenə də görüşürdülər, nə bilim, öpüşürdülər, nə bilim. Amma yəni bu məqamda da bu yoldaş gəlir, çıxır, görüşürlər, qarşılaşırlar. Mən bir şey də diqqət çatdırmaq istəyirəm ki, quruda özünü, yəni sətəm işçilərindən danışım. Sətəm işçiləri məsələn baxırdın görür ki, quruda bu performansı bunun belə deyək, yetərincədir. Yəni çox yaxşı müşahidələr, işlərin müdaxilələr, ümumiyyətlə monitoring prosesi yaxşıdır. Amma bir dənə əməl mühafizəsi təhlükəsizlik işçisi var da. Bu belə average deyirlər, ingiliscə belə ortalama. Gedir dənizə. Dənizdə elə bil ki, bu adamları 90 dərəcə çevirirsən də. Bu zəif belə deyək də quruda sən fikirləşsən ki, bu zəifdir. Bu dənizdə əməlli başlı performans göstərir. Bunun o sosioloji problemlər var da, hansı ki, bəli, kontakt olduğu. Dəniz mühitidir, nə bilim, evdən kənarsan falan. O onu şeyləmir. Yəni onun belə peşində deyil, belə təsir eləmir. Bu adam işində fokusdur. Amma biz ki sayırdıq hansı ki, bu yaxşı sətəm işçisidir və bu bütün günü dilxor və oturub belə ki, yəni evdən narahatam mən, nə bilim falan belə. Yəni bəzi deyirsən ki, harasa səfər. Yəni səfər deyil də, o neft daşlarının yaxınlığında bir yerdir. Yəni belə deyək də 2 saatlıq bir yoldur. Rabitə var ən əsası. Ən əsası rabitə var falan belə. Amma yenə də insan elə bir ki, bütün o həm performansı belə deyək, düşür aşağı və bu adam o stressdən çıxa bilmir. Onun göstəriciləri də zəifdir falan belə. Çox belə bir qəribə bir hal. Psixoloji bir hazırlıq. Dənizə getməzdən öncə yoxlanma prosesi var da. Bu sağlamlıq tərəfdən OQUQ standartı. Onun içərisində ümumiyyətlə psychological testlər var ki, bu adamın dənizə dözümlülüyünə qədərdir. Lim qədər də var, amma belə dib dair eləmirlər də. Sadəcə söhbət edirlər ki, qardaş gəlib işləyə bilərsən, hər işləyəcəksən. Zaten insanlar deyir ki, işləyə Niyə işləmirəm, canı da alıram, amma gedir ora. Amma qəzaların belə deyək də məlumatlandırılması, bu raporlanması məsələsi necədir? Ümumiyyətlə hər hansısa bir KPI-lar varmı? Çünki insan olan yerdə təbii ki, indi bu nirmis ramaq qalmalar da olacaq, qəzalar da olacaq. Bu yəni hansı rəqəmlər belə deyək ki, 100 nəfər başına qəbul olunan standart hesab olunur. Təbii ki, safety-də biz hər zaman deyək ki, 0 qəza olmasını fəlsəfi olaraq qəbul edirik ki, 0 olmalıdır. Ancaq indi hər sənayedə aşağı-yuxarı bəlli olan rəqəmlər vardı uzun illərdə. Yəni deyək ki, offshore-da ildə və yaxud da hər 100 nəfərə görə neçə nirmisin olması və yaxud da sif olması. Bizim elə bir nümunə gətirim. Son bizim layihəmizdə IPC Upshore'da layihəsində 7 milyon adam saatına bizdə səhv eləmirəmsə şura yəni ölüm halı olmayıb, amma deməli işin məhdudlaşdırılması halı restricted work case oldu. Bizdə bir dənə, yəni bu sayıla bilən bir insident, yəni qeydə düşə bilən insident. İndi ona da gələcəm və ikinci bir tərəfdən də təqribən bir 40-47 dənə də 40-47 arasında rəqəmlər dəqiq yadımda deyil, 47 arasında da şey oldu. Yəni biz report elədik, düzdür. Orada təbii ki, axıntılar da var idi, quruda, dənizdə yox. Amma ümumən biz götürəndə həmin bu statistikaya görə çox yaxşı bir performans, yəni 7 milyona görə bu hal, yəni belə deyək də bizim sənaye, bizim 7 milyon adam saata görə bir dəfə olması. Bir dəfə recordable incident deyirlərdi ona. Hesablanan və yəni nəzərdə özünə işdən qalma halı. Bu qeyd edəcək, bu maraqlı o restricted work, yəni belə deyək də məhdudlaşdırılmış iş qəza nəticəsində olub, yoxsa iş prosesində müəyyən olunan risklərin idarə olunması üçün dayandırılıb da? Yox, elə qəza olmuşdur. Mənim belə deyək də ənənəvi davam ondan ibarətdir ki, biz hətta bir dənə sonuncu layihələrin birində layihə boyu heç bir ağır hadisə baş verməyib. Orxan bəy, heç bir hadisə baş verməyib. Yəni şuralar, yəni recordable incidentlərdən gedir. Bu bizim saytda olmuyor, başqa digər saytda olmuyor. Demobilizasiya prosesində ekspat bir xarici bir vətəndaş artıq gözləyir, transport gözləyir
dənizdən gəlib. Dənizdən gəlib sadəcə onu istirahət edir. Otaqda istirahət edir. Uzanıb stolda, bu bizim tablet qadr belə deyək, əlan da uzadıb ikinci tarafı. Prosta İstirahət edir, İstirahət dincəlir. edir. Qurudadır bunu. qurudadır. Qurudadır. Yıxılır. Bilmirəm, qabırğası mı sınır yoxsa nəsə olur? Bu oldu recordable incident. Bu proyektdə bu qədər sən əziyyət çək, bu qədər iş gör, gəlsin biri stoldan yıxılsın və bu da recordable incident kimi sayılsın. Yəni bu mən onunla bağlı həmişə şey edirəm ki, bu yoldaşlar yolda gedirlər məsələn sahədə bizdə də məsələn pləkandan düşəndə elan vurub biz o dəqiqə onu report eləyirik və belə deyək də əmək müfəttişliyi təbii ki baş ofis falan belə bu artıq oldu bizim statistika korladı. Amma sahədə 400-ə yaxın qaynaqçı işləyir, nə bilim montaj işləyir, yük qaldırma, oydur yük qaldırma əməliyyatlar gedir. Həmişə riski az olan işlərdə yox daha doğrusu fəaliyyətlərdə insan onu hesablamır. Məsəl üçün evdə pərdə dəyişəndə heç vaxt çünki böyük həcmli yük qaldırma əməliyyatlarında bütün mühəndis heyəti, kran təsərrüfatı, kran inspeksiya məsul olan yoldaşlar mən tək yəni sətəmdən danışmıram. Çox titiz şəkildə. Hə, hamı diqqətlə baxır, hər hansısa bir belə deyək, misal əmək deyilir, kranın əyilməsi, hə, bütün bunlara amma adi montajnikdə hansı ki 2 dənə borunu və ya üst borunu calayacaq və onunla bağlı onu düzgün tutulmasını sağlayacaq. Bundan ötəri bu jackdan istifadə edir, yəni damqratdan istifadə edir. Birdən damqrat çıxır dəyər bunu. Əlinə, üzünə falan belə. Hə, adam sonra deyirsən ki, bu boyda əməliyyat edəməz. Nəysə 3000 tonu qaldır, qoy dəmirin üstünə, amma bir də var ki, 2 dənə dəmirin bir-birinə çox əhəmiyyətli bir dənə məsələyə toxundunuz. Bu report eləmək məsələsində ki, məsəl üçün pilləkəndən düşür, yəni az qalır yıxılsın, bu ramakqalma deyirik də ona. Yəni 20'si olur, bu artıq bir hesabata qeydləri keçəcək reportable bir case deyirik. Və bu rəqəmləri korlaya bilir. Korlaya bilir, yox, korluyur. Burada bir dənə psixoloji faktor yaranır. Özəlliklə də düşünün. Yəni burada psixoloji faktoruna. Çünki bir öncə qeyd etmişdim mən podkastlarımızda HOP deyə bir yanaşım var. Human Organizational Performance. Orada daha çox onun no blame and shame məntiqi ilə yanaşırlar ki, insanlar raporlamaya davam etsinlər. HOP məntiqində deyir ki, ümumiyyətlə bu rəqəmlərin peşinə çox düşməmək lazımdır. Yəni böyük şişirdərək onu ciddi görməmək lazımdır. Məsəl üçün 3 milyon, 5 milyon saat bizim fəaliyyət göstərdiyimiz müəssisələrdə biz bu uğur kimi görürük. Counterları qaldırdıq ortadan. Yəni bizdə məsəl üçün tablolar var idi. Hə, yəni bizdə bu qədər. Bəli, bizdə bu qədər işsiz, qəzasız saat. Bu bilirsiniz nəyə gətirib çıxardır? Onu yox görür. Məsəl üçün 5 milyon saat. Qardaş, bunu mən korlamayım. Bunu mən korlamayım. Ona görə hesabat vermə. Orada da nə olur sonra sənin insanlar bəzən də təşkilatlarda ona da bonus bağlama olarsa, məsəl üçün belə deyək, əgər siz 5 milyon saat qəzasız işləsəniz, o zaman ekstra bir bonuslar və yaxud da ki bir xüsusi bir şeylər, hər kəsin artıq marağı yaranır ki, o platformada 18 nəfərin hamısının marağı var ki, o rəqəm dəyişməsin. İndi orada bir adam qəza eləyəndə seçim var. Düşünürlər onun üstünə belə deyir, onu belə deyir. Bəli, o da olmasın deyə nə olur? Bu yoldaş onu məlumat verməyə bilər. Burada da ən qorxulu olan şey də budur. Hətta quruda yox, platformada ən qorxulu şeylərdən biri olması gərəkir ki, bir qəza baş verir. O qəzanı demirsən, ikinci yoldaşın başına gəlir, üçüncü yoldaşın başına gəlir. Yəni buradakı biz məsəl üçün onları biz yığışdırmadan biz onu görmüşük bu proses necə baş verir. Məsəl üçün bir avadanlıq var idi. Avadanlığın kənarında quraşdırma zamanı altının dəmir hissələrinin birində çox belə iti bir yer var idi. Fabrikada da o əl kəsilir. Əl kəsiləndən sonra ilk yardımla da alınmayıb birinci adamda. O MTC olur artıq. Medical Treatment Case olur. Tibbi müdaxilə. Bəli, tibbi müdaxilə olanda da ümumiyyətlə qeydiyyatda daha ciddiyyət. Biri var ki, ilk yardımdır. Bunu ilk yardım olaraq kiçik görülür. Amma xüsusən də quruda təbii ki, offshore-da daha əhəmiyyətli sayılır hər biri. Bunu bu yoldaş demir, çünki rəqəmlər çox böyükdür. Bunu desə, o artıq getdi işinə, bu ilin sonuna da yaxındır. Bu bunu demir. 48 gün ərzində 6 nəfərin elə həmən yerdə barmağı zədələnir. O elə bir yerdir ki, oradan keçəndə sən ora elə bir yoxlama zamanı toxunursan. Toxunan zamanda
əli kəsilir. Və o 6 nəfər, axırıncı 6-cı adam kimin ki əli kəsilir, o gəlir deyir ki, biz mənim əlim kəsilib, onsuz da bu rəqəm belə. O birilər gəlir deyir ki, bizdə də kəsilmişdi. Və artıq buradan həqiqətən başa düşməyə başladıq ki, yəni bu çox əhəmiyyətli məsələdir. O məsələlərin, yəni o rəqəmin üzərinə təşkilat olaraq, şirkət olaraq çox ciddi gedildiyində, bunu çox belə müqəddəs hesab etdiyində və bunu qürur nöqtəsi etdiyində, digər yoldaşlar onun pozulmaması üçün, o ahəngin pozulmaması üçün bunu saxlaya bilirlər. Ki, o da artıq bütün konseptin əleyhinədir. Mühafizə konseptinin əleyhinədir ki, burada raporlama olmalıdır ki, problemi anlayaq, anlayıb üzərinə addımlar ataq ki, bu başqasının başına gəlməsin. Yəni, orada maraq nöqtəsi yarananda o məcburda elə barmağı kəsilir, əlini gizlədir, gedir öz məsələsini həll edir. Sonra ikinci yoldaşın başına gəlir, üçüncü yoldaşın. Yəni cəmiyyətdə də bir çox şeylərin olduğu kimi, kimsə bir şey deməyəndə, sizlərin üzvləri ümumiyyətlə çoxdur olan. Onlar pastayan belə deyək, daima flashlar göndərir. Hə, amma bizdə də yəni bu olmalıdır ki, bizim üzv yerli şirkətlər kiçik, böyük fərqi yoxdur. Onlara o flashlar göndərilsin, edilsin. Çünki bunlar həqiqətən də bir fərqindəlik yaradır. Harda nə hadisə olub, bizdə bu öyrədici bir başqalarının xətalarının üzərindən öyrənmək, ən ucuz başa gələn öyrənmək. Məsələn, best practice, digər tərəfdən baxanda best practice o deməkdir. Yəni ki, kiminsə başlarına gəlinlərini sən başqasının başına gələni öyrənmək ən məntiqli öyrənmək. Belə baxanda standartdır o sən. Son sualım var Anar müəllim. Siz özünüz PlayStation oynamağı sevirsiniz? Bəli. Onda bir dəfə oynayaq. Offshore-da çox olmalı. Anar müəllim, bizə ürək sözləriniz var. Suyunuz için. Sizə uğurlar. Gözəl belə deyək. Təşəbbüsdür doğrudan da, yəni mən izlədim. Mənim ən xoşum gəldiyim rəqəmdən biri 7-dir. Deyirsən bu 7-ci. Bu 7-cidir. Mənim də uğurlu rəqəmimdir. Doğrudan? Özüm də astral olduğum üçün orada 07-dir plaka başlanğıcı. Doğrudan? Hə, dömrənin. Məncə maraqlıdır. Çox maraqlı söhbət oldu. Uğurlar. Uğurlar Ahmet. Təşəkkür edirik sizə gəldiyinizə görə.